Bir xalqı münasibəti baş verənlərə, bir də diktatura rejimlərinin Yəni mən diktatura rejimi bildim, mən anladım. bəli, aradan qaldırma yolları, bunu hansı yolla metoda eləmək lazımdır ki, xalqlar uduzmasın, daha ağır şəraitə düşməsin, onu görə deyirəm. Tamam, mən o diktatura rejimlərinin özünlə bağlı hissəni dedim ki, onlar artıq heç nə eləyə bilməzlər. Yəni, təbii. Onlar bitib. Qalıb dediyim kimi o prosesin texniki icraatı, həyata keçirilməsi. Bu belə. İmplementasiyası da belə bir xarici sözlə ifadə eləsək, tətbiqi. Xalq nə etməlidir? Xalq mütləq öz aktivliyini artırmalıdır. Xalq göstərməlidir ki, o ölkəsi uğrunda, özü uğrunda, taleyi uğrunda mübarizəyə hazırdır və mübarizə aparır. Xalq hakimiyyətdən tələb etməlidir ki, o davranışını dəyişsin. Davranışını dəyişməyəcək hakimiyyət. Çünki artıq onun resursları tükənib, o istəsə belə bunu eləyə bilməz. Bitib, keçib o mərhələ. Məhz ona görə də hakimiyyət nəyə hazırlaşır? Zorakılığa. Bütün bu ölkələrdə hakimiyyətlər zorakılığa hazırlaşırlar. Ona görə ki, artıq bütün mümkün variantları ötürüblər. Zamanı keçib onların. Onların effektivliyi artıq sıfırdır. Və başlasalar da sadəcə öz məhvlərini sürətləndirəcəklər. Onu bu şey başa düşürlər. Birisi özünü qoruma instinkti bunlarda belə o zooloji səviyyədə həssas işləyir. Xalq göstərməlidir ki, o öz taleyinin sahibidir. Və inanın ki, xalq bunu göstərəndə onu istənilən süper güc qəbul etməyə məcburdur. Bir daha deyirəm, Maduro'nun iqamətgahının ətrafında 30.000 Venezuelalı toplaşmış olsaydı, Amerikalılar ora yaxın da getməzdilər. Azərbaycan xalqı burada nə etməlidir? Azərbaycan xalqı istənilən səviyyədə bu məmurlardan, məmurcuqlardan, nə bilim o polislərdən, filanlardan öz haqqını tələb eləməlidir. Hökmən deyil ki, küçələrə töküləsən, daş atasan, yırasan, dağıdasan. Yox, əksinə o ziyandır. O maddə verər hakimiyyətə ki, sənə qarşı zor tətbiq eləsin. Amma sosial şəbəkələrdən başlayaraq real həyata qədər haqqını tələb eləmək lazımdır. Həftələrlə su verilmir. İnsanlar gedib etiraz eləmir buna. Etiraz eləmək nədir? Gedirsən həmin o su idarəsinin qarşısına, bir binadan 10 nəfər toplayırsan, gedirsən, göstərirsən ki, etiraz var. Qaz idarəsi insanları aldadır sayğacda. 10 nəfər yığılır, bir nəfər aldatmır ki, hamını aldadır kütləvi şəkildə. Gedir qaz idarəsinə etiraz edir. Birini tuturlar, şərləyib aparırlar polisə. 10 nəfər onun yaxın qohumu gedib polisin qabağında durub etiraz eləmir.